Məşhur Türk psixoloqu, yazıçısı Professor Halis Ertuğrul xatirələrində belə yazır ki, ikinci kursda bir tələbəm var idi. 13 dərsdən 11'ində kəsiri var idi. Kəsilmişdi. Ancaq eyni zamanda çox nizamlı, intizamlı, eyni zamanda əxlaqlı idi. Ancaq çox özünə qapanıq idi. Bir gün qərara gəldim ki, onunla bir gəzintiyə çıxım, söhbət edeyim, nə baş verdiyini onun özündən öyrənib. Söhbət əsnasında mən başlanğıçda ona qarşı varoluşun 6 prinsipini canlı tutdum. Sən bir şəxsiyyətsən, sən əvəz olunmazsan, sənə çox dəyər verirəm, sənə güvənirəm, inanıram, sənin potensialın sonsuzdur, sən öz potensialını reallaşdıra bilərsən. O belə bir prinsip əsasında onu tam özümə buraxdım. Çox mehriban, şirin, şəfqətli bir söhbətimiz oldu. Söhbətin sonunda nə ortaya çıxdı? O tələbə əslində çox varlı, imkanlı bir ailədəndir. Ancaq əfsuslar olsun ki, atası ilə arasında çox ciddi maneə var, bariyer var, atası ilə münasibətində problemlər var. Bu tələbə söyləyir ki, atam mənimlə heç zaman gəzintiyə getməyib, bir oyun meydançasına getməyib, bərabər heç bir yerdə heç zaman nə səyahətə çıxmışıq, nə bərabər yemək yemişik. Səhər mən ailəndə atam evdə olmur, axşam yatanda atam evdə olmur. Atam heç zaman əlini kürəyimə qoyub, sənə inanıram, sənə güvənirəm, sən uğurlu olacaqsan, sən bacarıqlı olacaqsan deməyib. Biz heç zaman üz-üzə, göz-gözə söhbət etməmişik. Yəni, bir müddət sonra onun valideynlərini dəvət elədim. Onlarla üz-üzə, göz-gözə söhbət elədik, ciddi bir söhbət elədik. Söhbətin sonunda atası ağladı, həqiqətən ağladı. Dedi ki, mən elə bilirdim ki, mən ailəm üçün, övladlarım üçün çalışıram. Heç deməyəndə bu heç də belə deyilmiş. Bir müddət keçdikdən sonra yəqin ki, atanın övladına münasibəti dəyişib. Həmən tələbə həm imtahanlarını verdi, həm də 4-cü son illərdə, yəni universitetin ən qabaqçıl tələbələrindən biri oldu. Yəni üzümü yenə valideynlərini tutub deyirəm ki, övladlarınız zaman ayırın, övladlarınızla bərabər olun. Yəni onları sizi heç kəs əvəz eləyə bilməz. Əgər zamanı itirərsinizsə, fürsətləri itirərsinizsə, onlar tamam başqa qruplara, başqa yerlərə aid olacaqlar. Bütün bunlarla bağlı daha geniş məlumatı Xoşbəxt Övlad Böyütməyin Sirri kitabından əldə edə bilərsiniz.